Çox sağ ol. Xoş olsun. Nə yaman baxırsan Qurana? Birinci dəfədə görürsən? Yox, birinci dəfə deyil. Rayonda evimizdə var. Bilirsiniz, mənə nə qəribə gəldi? Sizin kafedə belə rahat oturub oxumağınız. Necə yəni? Nə bilim, indi Quran müqəddəsdir axı. Onu hər yerə aparmaq olmaz. Məncə. Bəs səncə Quran harda olmalıdır? Quran müqəddəsdir. Onu evimizdə ən gözəl yerdə saxlamalıyıq. Səndən tam razıyam. Amma bu kitab bizə ona heç vaxt toxunmamaq üçün göndərilmir. Quran-ı Kərim Allahın bizlə danışmasıdır. Biz onu mütləq oxumalıyıq. Başa düşdüm. Dostlarım gəlirlər. İftara az qalıb suları gəlir. Xoş gəlmişsiniz. Salam aleyküm. Hoş gəlmişsiniz. Ağsaqqal. Ağsaqqal, Quranımız qalıb. Bu təkcə mənim Quranım deyil. Sənin də Quranındır. Hamınındır. Bayaq dedin ki, kitab sizin rayondakı evinizdədir. Bu da məndən sənə bayram hədiyyəsi olsun. Amma oxu. Çox sağ ol. Söz verirəm, mütləq oxuyacağam. Oxu və düşün. Yaradan Rəbbinin adı ilə oxu. O, insanı qan laxtasından yaratdı. Oxu, sənin Rəbbin müqayisəsiz səxavətə malikdir.